Rəcəb ayı Allah dərgahında hörmətli ay olmaqla yanaşı, o ayın içində bəzi gecələr, bəzi günlər daha çox hörmətə və fəzilətə sahibdir. Yəni bir ay ümumilikdə Allah qatında dəyərli hesab olunur. Amma buna baxmayaraq Rəcəb ayının öz içində də elə gecələr, elə gündüzlər var ki, digər gecələrdən daha üstündür. Necə ki Ramazan ayında da biz bu haqda demişik, mübarək Ramazan ayı birinci gündən axırıncı günə qədər Allah qatında Allahın ayı və hörmətli ay hesab olunur. Buna baxmayaraq Ramazanın da öz içində elə gecə vardır ki, Qədr gecəsi, Əhya gecəsi kimi digər gecələrdən üstündür. Ramazanın digər gecələrindən daha üstün hesab olunur. İndi elə Rəcəb ayında da bu belədir. Yəni Rəcəb ayının öz içində də Peyğəmbərimizin buyurduğuna əsasən, mələklərin Allah qatında dualarına əsasən bir gecə vardır ki, o Rəğaib gecəsidir. O digər gecələrə nisbətdə daha çox əhəmiyyət daşıyır. Rəcəb ayının birinci cuma axşamı Rəğaib gecəsi adlanır. Bu gecə Rəcəb ayının digər günlərinə nisbətdə çox mühüm gecədir, çox əhəmiyyətli gecədir. Bunu kim deyir? Peyğəmbər buyurur. Bu gecənin fürsətini kim əldən verməz? Mələklər. Bu gecənin intizarını çəkən hədislərimizə əsasən mələklərdir. Əziz Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə Rəcəb ayının birinci cuma axşamı barəsində belə buyurur. Rəcəb ayının birinci cümə gecəsini unutmayın, ondan qəflət etməyin. Çünki mələklər onu Rəğaib gecəsi adlandırmışdır. Bəli, həmin gecənin adı Rəğaib gecəsidir. Bəs görəsən Rəğaib nə deməkdir? Nə üçün bu gecənin adını Rəğaib adlandırmışlar? Bu barədə iki izah vardır. Birinci izah budur ki, həmin gecə Allah qatında o qədər üstün fəzilət və mükafatlar insanlara verilir ki, mələklər həmin gecəyə rəğbət bəsləyirlər. Azərbaycan dilində rəğbətləndirmək, həvəsləndirmək kəlməsi ərəb dilindən bizim dilimizə keçən cümlədir. Rəğaib gecəsi, yəni çoxlu mükafatların fəzilətlərinə görə rəğbət bəslənən gecə. Mələklər həvəslə həmin gecəni gözləyirlər. İkinci izahını belə vermişlər ki, rəğaib sözü rəğibə sözündəndir və onun bir mənası da çoxlu mükafat deməkdir. Həmin gecə mələklərin rəğbət bəsləməsindən əlavə o qədər Allah Taala böyük mükafatlar verir ki, həmin o mükafat kəlməsindəndir. Rəğibə mükafatdır. Allah qatında çoxlu mükafatlar paylandığına görə həmin gecə belə adlandırmışdır. Bəli, mələklər həmin gecə səbirsizliklə gözləyirlər. Peyğəmbərimizin buyurduğuna əsasən həmin gecəni fürsəti əldən verməyin, unutmayın və hədis bundan ibarətdir. Rəğaib gecəsi, gecənin 1/3 keçdikdən sonra mələklər hamısı toplanır Kəbənin ətrafına. Göylərdə və yerdə bir mələk belə qalmır, hamısı toplaşır Kəbənin ətrafına. Çox maraqlıdır. Bütün mələklər göylərdə və yerdə hamısı Allahın evi Məkkə şəhərində Kəbə evinin ətrafına toplaşırlar və Allah Taala bundan məlumatlıdır. Bu zaman Allah Taala onlara belə deyir: Mələklərim, istəyin məndən, nə istəyirsiniz bu gecə? Mələklər Kəbənin ətrafında toplaşıblar. Allah da deyir: nə istəyirsiniz məndən? Mələklər görün nə istəyir? Sizin üçün, bizim üçün Allahdan istəkləri mələklərin budur. Pərverdigara, bu gecə hacətimiz budur ki, Rəcəb ayında oruç tutanların günahlarını əff elə, bağışla. Allahdan cavab gəlir, mən bunu qəbul etdim. Bəli, birinci gecəni unutmayaq, Rəcəb ayının birinci cümə axşamını, yəni 4-cü günü axşam çağı fürsəti əldən verməyək. Mələklər Kəbənin ətrafında bizə duaçıdır. Biz də həmin gecə bacardığımız qədər həmin gün oruc olaq 4-cü gün, axşam çağı da oyaq qalaq. Heç olmasa gecənin 1/3-də Allaha ibadət eləyib Allahdan hacətlərimizi istəyək. Allah həmin gecə, Rəğaib gecəsi bizləri qapısından naümid qaytarmasın. Gələcəyimiz Rəcəb ayından asılıdır. Çünki Rəcəb ayı Ramazan ayına təsir edir. Şaban ayı, Rəcəb, Şaban, sonra mübarək Ramazan ayı. Rəcəb ayından çox şey asılıdır necə keçirməyimizdən. Qiyamət günün neçə müraciəti var. Biri də budur ki, Eynər Rəcəbiyyun, hanı Rəcəb ayının əhli? Çıxın cəmaatın içindən, girin cənnətə.
Rəcəb ayının öz əhli var. Əhli var. Onu gözləyənlər, onu sevənlər, o ayda başqa cür ibadət edənlər, o ayda oruç tutanlar, Allaha yaxınlaşanlar, bir gün kim bu ayda oruç tutsa, deyir Allah ondan razı olar. Allahın qəzəbi sönər, cəhənnəm qapılarından biri onun üzünə bağlanar və deyir, bütün dünyanı qızıla tutub insana versələr, bu ayın bir gününün orucu o ilə heç müqayisə olunmaz. Dünya heç nə, yəni heç müqayisə olunacaq bir şey deyil. Yaxşı olar ki, Rəcəb ayının birinci günü oruç tutsun, kimin imkanı varsa, özə düşür birinci gününə həftənin. Onun ayrıca da bir savabı var. 27-ci gün inşallah yaxınlaşanda deyərəm məbəs günüdür. Orucun ən xüsusi günlərindən biri Rəcəb ayının 27-ci günüdür. Bu ayda Allaha yaxınlaşaq, istiğfar çox eləyək. Bu ayın zikri çox sadədir. Əstəğfirullaha və əsəluhut tavbə. Əstəğfirullaha və əsəluhut tavbə. Mən indi bunu deyirəm ki, baxanlar da yaza bilərlər. Sonra təzdən qulaq asıb yaza bilərsiniz. Kitablarda da var, şükür Allah, indi hər yerdə yazılır. Həmişə bu istiğfarı, yəni ilahi, mən səndən bağışlanmaq istəyirəm və istəyirəm sən də mənə tərəf dönəsən. Tövbə istəyirəm, qayıdış istəyirəm. Tohidə bağlanmaq üçün növbəti fürsət gəlir qarşıdan. Bu arzu ilə daxil olaq Rəcəb ayına. Limən şəə minkum ən yəstəqim. Allah deyir ki, kim istəsə onu düz yola hidayət edir. İstəkdən asılıdır, istəməkdən asılıdır. İstəyin ki, versin Allah. Dünyanın və axirətin xeyirlərini. Çətin də deyil Allah and olsun, şeytan çətin göstərə bilir. Asandır, bacaracaqsınız. Biz niyə asandır? Sadə məntiq biz nədir? Çünki siz bunun üçün yaradılmışsınız. İnsan ki bir şey üçün yaranıb, onun üçün asan olmalıdır da, elə deyil. Və mə xələktul cinnə vəl ins illa liyəbudun. İnsan və cini mənə ibadət eləsin deyə, bəndəlik eləsin deyə yarattım. Yəni sənin bütün hüceyrələrin, zərrələrin bu məqsəd üçün yaranıb. Hər şey ona uyğunlaşdırılıb sənin vücudunda. Nəyə çətin ola bilər bunun? Hər şey öz təyinatı üçün istifadə olunması asan olur da, düzdür? Mən həmişə bu stakanı misal çəkirəm. Bu stakanla su içmək asandır. Bunun içinə mayə tökmək, çünki bunun quruluşu bu məqsəd üçündür. Bundan məsələn, nə bileyim, nə üçünsə istifadə eləmək, buna uyğun olmayan bir şeydə istifadə eləmək çətindir. İnsan vücudundan da bəndəlik yolunda istifadə eləmək asandır. Çünki onun üçün yaranıb. Başqa şey üçün istifadə eləmək çətindir. Bacardığımız qədər Quranda bir ayə var. Fəttəqullah məstətə'tum. Gücünüz çatan qədər təqvaya riayət edin. Hamının tutumu eyni deyil, başa düşürük. Tutumumuzdan artıq yüklənməyin. Hətta peyğəmbərlərdən Allah Quranda buyurur ki, tilkər rusul fəzzəlnə bə'zəhum alə bə'zin. Peyğəmbərlərin birini digərindən üstün eləmişik, fəzilətli eləmişik. Hər şey asandır, öz tutumumuzu müəyyən eləyək, ona uyğun davranaq. Namaz asandır, oruc asandır, çox asandır. Neçə saat az qalırsan, Allah başva dolanır. Oruc hədislərini oxuyanda adam heyrətə düşür ki, bu nəyin mükafatıdır? Bu axşam yeməyin yiyəcəkdim onsuz da. 2 saat gec, 3 saat tez. İndi lap qışın vaxtıdır. Çox asandır, çox asandır. Böyük xeyirlərə vasitədir. Xums vermək çox asandır, düz yanaşsın. Keçən dəfə dedim, illik qazandığı qazan halal xoşun artıq qalıbsa denən bu 5də 1 mənim deyil, bunun sahibi var. Mənə aid deyil bu. Onu özün bilmə ki, vermək asan olsun. Mənimdir, verirəm demək, bu mənim deyildi. Mənə vermişdilər, sahibinə çatdırım. Adamlar olub imamlara indiki pulla deyəcək, 2 manat da olsa xums olub aparıb verib, utanmayıb, 3 manat da olsa verib, imamlar dua eləyib onlar.